İlk dəfə təyyarəyə minirəm və ilk dəfə ölkəni tək başına tərk edib başqa bir ölkəyə 4 günlük səyahətə gedirəm. Qəbələ hava limanından minirəm təyyarəyə və uçuş öncəsi təlimatlandırılırıq. Və qalxırıq yavaş-yavaş səmalara. İlk təyyarə macəram çox maraqlı oldu mənim üçün. Əla bir şeydir. Burada isə torpaq soyuqladığı üçün belinə bankalar qoyublar. Və uzun zamandan sonra Palma adası təyyarədən görmək çox möhtəşəmdir və səhralığın ortasında olan binalar, Ərəbistan və eniş çox möhtəşəm. 3 saat yuxarısı bir uçuşdan sonra gəlib çatdım Əbu Dabi hava limanına. Buradan da avtobusla Dubaya inşallah. Pasport kontrolundan sonra gedirəm bilet almağa. Yoraqma gəlir başımıza. Burada aeroportun içərisində çox füsunkar görüntüsü var. Mən Dubaya gitmək üçün bilet alıram və bu kartla Azərbaycanlı yoldaş payı. Deyim ki, təyyarədən enirsən aeroportun içinə. Ona qədər çöldəki hissini hiss edərmişsən. O ki, qapıdan çıxdığın çölə sanki fenlə üzünə isti hava vururlar. Evet, gözlədiyim isti var burada. Dəhşət. Birazda saat 13:00 və havanın dərəcəsi 41. Bunların yol kartıdır. Buyurun bura. Merhaba dostlar, Əbu Dabi'dən gəldim Dubaya. Burada metrolar yer üstüdür, maraqlıdır və gedəcəyim, qalacağım otel World Trade Center'da yerləşir və 2-3 stansiya o yanda Burj Khalifa. Düşdüm metrodan, gedirəm otelə doğru, Burj Khalifa. Kaldığım otel bu binalardadır. Qarşıda da bizi uçur var. Belki adım bizi. Belə bir açar. Taf 208. İlk gün üçün buralar mənə hələ ki yad gəlir və günlər keçdikcə burada öyrəşəcəm. Otağın şəraiti gözəl, təmiz, səliqəlidir. Çox razı qaldım otaqdan. Əla xidmət göstərirlər və hər bir otaqda namaz səccadəsi və Qurani-Kərim mövcuddur. Bu da möhtəşəm və aşağıda da seyf, pulumu gizlətmək üçün bir yer. Burada da namazlarımı qılıram və şükürlər edirəm Allaha ki, sağ gəlmişəm və sağ getməyim üçün də dualar edirəm. Və ən əsası mən kənara gedirəmsə, öz doğma bayrağım mənimlə olmalıdır və onu ütüləyib səliqəli formada asıram və hər gün, hər gedib gəldikcə bu bayrağı görüb daha da qürurlanıram. Kaldığım otel budur dostlar. Bu hissədə ofisi uçurum var. Buradan 2 stansiya var yana Burj Khalifa. İndi kaldığım otelin yanında World Trade Center stansiyası yerləşir. Buradan 2 stansiya o yana Burj Khalifa'ya girəcəm. Buranın çox qəribə mənası bir qorxu var. Bu metrolar yerin üstündən gedir demək var. Bizdə əksinə yerin altındadır. Bu kaldığım ərazidir, bu isə muzey Future. Burada gələcəm
Deməli dostlar, burada metroya girəndə də bir vurursan kartı, bir də çıxanda yoxsa kartı bloklayırlar. Burj Xəlifəni ilk dəfə gördüyüm yer. Buradan tam yaxşı görünür. Və gəldim saatlarca gəzib qurtarmaq mümkün olmayan böyük, möhtəşəm Dubay Mall. Burada da dəftər, kitablar mağazasıdır. Çox böyük bir ərazi. Bura Dubay Mall'dur. Dəftərlər qiyməti ilə göstərmişsiniz, rəngini göstərir. Adi belə dəftərdir. 14 dirhəm, neredəsə bizim pulma 7 manat. 7 manata 40 bələk dəftər. Bu isə Əl Nəsir komandasının geyimləri və ümumi futbola aid bir məkandır. Mənim o qədər də marağımı çəkməyən, sadəcə sizlər üçün çəkdim. Bura Dubay Mall'un içərisində yerləşən möhtəşəm bir böyük akvaryumdur. Çox maraqlı balıq və hətta balıq köpək balığını da namaz vaxtı əzan səsi çox möhtəşəm bir yerlərdə əzan səsini eşitmək. Həqiqətən istinə. Gördüğünüz kimi Dubay Mall'un içində əzan səsi edirəm, namaz qılırdım. Dubay Mall'un içərisində bir namaz qılmaq üçün yerlər mövcuddur. Daha sonra yenidən gəzirəm və Dubaya aid suvenirlərlə tanış oluram. Maraqlı, zövqlə hazırlanan məhsullar, Dubaya aid məhsullar. Düzdür, heç birini almadım, sadəcə çəkirəm sizlər üçün, paylaşıram. Həm də özümə ideya axtarırdım məhsul istehsal etmək üçün. Bu da Dubay Mall'da yediyim qida. O qədər də bahalı deyil, 47 dirhəm, haradasa 22-23 manat. Məncə yaxşıdır. Özbəkistanlı qardaşlarımızın yeri. Burada da möhtəşəm bir şəlaləm görürsünüz. Daha sonra həyətdən Burj Xəlifəni daha yaxından izləyirəm. Möhtəşəm və super görüntüsü var. Bura həmin o yerdir. Namazdan çıxanda belə bir qutu var idi. Nəzər atırlar içinə də bilmədim nə üçündür. Burada da brendlərin orijinal malları mövcuddur. İdmançılar üçün idman qidaları. Saat 23:36. Axşamdan indiyə qədər Dubay Mall'ı gəzib bitirə bilmədim. 12 olana qədər tələsməliyəm. Nəsə düşüb sındırdılar. 12 olana kimi tələsməliyəm. Metro bağlanır 12-də. Onu 24 saat eləyin rahat. Yazaq qavralar, adaş. Deməli, arxada bir görünən qardaş hadi tutdu məni ətir satmaq adıyla 5 dənə doldurub torbaya. Danışır, mən də tam başa düşmürəm də. Ətirləri satmaq istəyir. Aşağı salır qiyməti, deyirəm, mən yox istəmirəm da. Torbanı doldur, verib əlimə götür, apar. Axırda deyir, yox gəl buradayı ətirə bax, göstər qiyməti 250 dirhəm. Bunu götürdük, qalanlar pay. Mesela zor güc bəla canımı qurtardım. Ətir satan zibindən keçib metroya gec oluram. Geçen alveri bacardılar. Sonunda metro balığı görünməyən yerəmə ver.
Burç Xəlifənin mənzərəsi və piyada gedən mən evə doğru. Təmir gedən bir yerdir. Belə bir şeylərlə bağlayıblar buranı. Ne deyil? Deep Excavation Club. Öyle şeyler. El Müstakbal City Station yoksa Street'tir. Neyse, öyle ilerleyirəm evə doğru. Ayaklarım sağ olsun. Gedirik. Saçlarım yıkar. Bunu mu istirdiniz? Belə də başıma gələn. Elə belə də isti. Kefdə ayıqda. Çatım bir dənə girim Jaccuzzi'nin içinə. Metroya gecikdim. 3 kilometre evə. Piyada. Mən qalan yerin yanındakı muzeydir. Hərsə buralardadır bina. Hardasa o yanlardan gəlirəm. 3 kilometrelik piyada yol. Bu Future Müzeyi ve onun bu yan tarafında mən qalan ev. Uzun ayak yorandan sonra çatdım qaldığım otelə. Şükürlər. Məsafə çox olar diye düşünürdüm. Ama o kadar da çok değil. Bu sabah yani ki geleceğim bu müzeye. O yanda sol tarafta da kaldığım otele yaxınlaşıram. Diyeyim ki akşam saatlarından 12'ye qalana kadar Dubai Mall'da gezdim, dolaştım. Yani demək olar yorulmadım. Şimdi de 3 kilometreden çok piyada eve gedirəm. O kadar da yorgun değilim. Ama normalde çok yorulmalıydım. Neredeyse yorulmamışam. Da müsbət. Deməli aptekdə var böyle bir Nivea Men. Qiyməti 23 dirham, hardasa 11 manat, 12 manat. Şükürlər olsun gəlib çatdım. Uzun yolculuktan sonra. Dubai'da ikinci günüm və qaldığım oteldən çıxıram. Gedirəm Dubai'nin ya yuxarı mərtəbəsinə ya da Skyview'dan şəhəri seyr eləməyə. Bu arada gecə çox gəzdiyim üçün necə yorğun olmuşamsa yatıb qalmışam. Günorta olur, durmuşam. Hardasa bir 4 saat vaxt itkisi eləmişəm. Heyif ki vaxt itirmədən bugün bir çox yerləri gəzəcəm. Hələlik izləmədə qalın. Burada kartıma bir xeyli ödəniş edirəm, çox gözləyəcəm deyə və bu ölkənin pulları da həqiqətən çox maraqlı dizayn edilib. Yəni kar materialdandır. Artık bir dəfə vursan dirəndə, bir dəfə vursan çanda və baxmaq lazım yuxarı. Sağlam. Doors closing at la puerta. Aman be. Gazlı metroya yuxarı gitsin. Doors closing at la puerta. Entrance the other bus. Önünü qalır. Bura qadınlar və uşaqlar üçün olan hissəsidir metronun. Təxtdən 2 stansiya düz getməmişəm. Qayıdıram indi bu yanki hissədən getməyə. 25-ci Burç Xəlifəyə. Skyview üçün bilet aldım. Burada bunu yapıştırdılar. Dedim görün nə gəlir başıma. Baxıram 53-cü mərtəbəyə.
Burada qeydiyyat zamanıdır. Qardaş desən Azərbaycanda yaşayır. Ayna üzərindən sürüşəndən sonra gəzirəm belə bir şüşəli yerdə, maraqlıdır. 210 metr hündürlükdədir. Bu hissə Burj Khalifa olan hissə, yəni ən varlı yaşadığı hissədir. Bu hissə isə Dubayın kəndləri. Bu hissə isə getdikcə inkişaf edən və Burj Khalifa olan hissəsi. Burada qardaş şəkillərini şəkil çəkdi daha bilmirəm, kartda verdi. Bilməm daha şəkillər pulsuzdur ya pullandı. Sonra baxacağam ona. Daha dostlar, bura gəlmək üçün Skype-ya mən ödədim 350 dirhəm. Bizim pulla da hardasa 160 manat nədir belə bir şeydir. Belə sonra göstərəcəm. Şüşədə sürüşürsünüz Dubayın mənzərəsində. Belə sonra belə yerdə gəzirsiniz. Sonra da belə şeylə sallanacağım bu şeydən, buradan aşağı kəndirlə. Bir də bir dənə içki var deyəsən və o pay olacaq bir şey. Belə. Dəyir amma. Burada isə öz brendimiz Akatala Prints reklam edirəm. Buradan biraz da qalxıram yuxarı kəndirdən sallanmağa. Burada isə dəbilqə taxılır, dəbilqə, kaska, nə deyilirsə o təhlükəsizlik üçün. Təbii ki, o hündürlükdən aşağı düşsə heç yəni bu kaskanın belə köməyi olmayacaq. Hər bir dikəmə ayrıca yığarlar yəqin ki. Sadəcə belə taxıllar ehtiyat tədbiri üçün. Belə geyin dedilər. Gözləyirəm burada sallanmağa. Thank you. You want to go first? No, no first. Qorxusuz? Qorxmuyor. Bunlar qorxurlar. Mən geyirəm qabağa. No, no, no. Which one is yours? Nədən qorxursunuz? Let me. Can you have your phone, sir? How many guys together? Ağladılar evdə bir də şeyə. Yoraqdan gəlir başımıza. One on the back and one in the front, okay? And you will do two activity outside, back leaning and front leaning. No swinging, no jumping. You guys ready? Gedirik beləsinə. Qorxmayın, xalaya bax. Qorxurlar bunlar. Nədən qorxsuqa? Ha, go, 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 yes. Okay. Bunlar qorxurlar abdan aşağı düşərlər deyə. हम लोग ठीक है, हम लोग इसके साथ रहो। You are from? India. India. I'm from Azerbaijan.
Go. Zero five. Yeri var ha. Onu mu istiyordunuz? Gelin gelin kaleye bak, korkmayın. Sallandık yukarı mertebeden de düşürüp yerince aşağı. Bunlar deyəsən qorxdular, sallanmadılar. Ürəkli olun ha. Deməli təlimçi Zaqatalada olduğunu deyir, əladır deyir, Nizami küçəsi deyir. Səhv eləmirəmsə elə deyir. Good, əladır deyir. Burayla da yekunlaşır gəzintim. Qızlar qorxdular sallanmağa. Hiçbir şey. Deməli çıxdım buradan. Elə ki buradayam. Sallama mərasimi yekunlaşdı indi isə. Buralardayam elə ki. Düşüm aşağı bir ədəd su verməlilər. Onu götürüm. Gerim növbəti yerlərə. Elə əlaydı ümumi. Təlimçi digər qız Fələstindən olduğunu dedi. Mən də dedim Pray for Filistin. Thank you. Deməli dostlar, gəldim. Bu yukarı hissədə sürüşən hissə var. Burada sürüşdüm, mənzərələr, nə bilim, şəkillər, videolar. Troslarla sallandım aşağı hissəyə doğru. Bir ədəd tepsi. Ümumi tutarı əvvəl qeyd eləmişdim, o qədər tutub. Məncə dəyir Dubai üçün. Görək buranın tepsisi necə tadı. Normalda qazlı içkilərdən uzaq durmağa çalışıyorum ama çıkmaya lazım arada. Okey. Pis değil. Mənzərə də ki çıxar. Skyway ilə də gəzintim bitdi. İndi yəni ki gedirəm Deiraya və başımıza nə gəlir. Burada bir dənə çəkilən şəkli 135 dirhəmə verir. Bu da bizim pulla 50, 60, 70 manat belə bir şeydə çəkilənlər. Biabırçılıq. Bir daha şəkildə o qədər olmaz ha. Komplektdir də. Çox baha. Telefonumuz sağ olsun. Özümüzü çəkdim. Hal-hazırda bu çıxartıdayam. Getməliyəm Deiraya. Buraya getməyin mənası yoxdur. Çünki Skype-dan baxmışam. Bayın hər iki tərəfindən. Əlavə xərc və vaxt yetkisi. Deiraya buradaki qiymətlere bakmak. Hello. 1 kilogram how much? 1 kilogram how much? This 25 without bone, 20 with bone. This mutton, shrimp, 32. Gotcha. How much? This 32, this 25. 5. This Hey. Thank you. 25. 1, 2, 20. 25 dirhem, 15 manat. Belə mi oldu? Yəni 15 manat. Ne oldu ki ya? Buralar belə bir yerlərdir.
Bura məsciddir. Namazımızı qılacağıq burada. Namazımızı da qılırıq. Allah qəbul etsin cəmi müsəlmanların ibadətlərini. Bana almaq istəyirəm. Qardaş güləşir 25 dirham. Dirham yox, 10 dirham. 10 dirham. Cenk. Satmadı. Ben belki gedirəm diye çağırıb aşağı çıxır. Düşmədi. Heç sat. Hello. How much is this? This is 350. Deməli bir su, bir dənə dondurma, ondan 4 əlli. Thank you so much. Okay. Adası 3.50 dirhem, bizim pulla da yarısı kadar aldığım alırma, dondurma. Still coming. Hello. Güzel bir şey. Tadına bakacağım. Maraklı bir tadı var. Yumuruk, karıştırdılar. Başka şey mi? Böyle bir yemeği var. Bilmem ne. Anlıyor bilmiyorum. Hindistan sokak yemeği. Ben karşımda oturan bir nefer var. Hindistanlıdır, Pakistanlı. Aş yeri, elmə. Dədə baba qaydasından aş yeri. Bunu çəkə bilmirəm. Hindistan sokak yeməklərindən çıxdım. Deməli, videoda göstərdiyim yeməklərə ümumi 5 dirhəm dedim. Bu da bizim pulla 2 manat 50 qəpik. İşte qarın doydurma olur. Gəldim Bolt soğuk Qızılların məskəninə. Bizim mağazalar burada. Deməli izləyicilər, burada 10 dirhəm verib qızıl bir, bilmem qızıl yoksa qızıl değil, böyle bir sirke götürmək olur. Prov eləyəcəm, cəhd eləyəcəm. Deməli, bu buradan salırıq. Aha.
Belə bir qızıl dəmir. Ya bilmirəm bu qızıl yoxsa yox, bunu rayonda yoxladacağım. Bu kadar kızıl var ha. Qiymətlər buradadır. Rəngi 400 qramlı. Və qızılın məskənidir. Yaşa da. Resmini götür, ömrün değilsin. Hayatın değilsin. Hello. You are from? Philippines, sir. Philippines. Philippines. I am from Azerbaijan. Ah, okay. Azerbaijan. Traveling alone here in Dubai? Travel. Ah, travel alone. Come, check for gold. Thank Will you. give a good price. Thank you. Deməli burada bir nəfərə dedim foto quiz. Bir Azərbaycanlısan. Bilmədim adam tanıdı. Söhbət əsnasında dedi ki, burada brilyant işinə baxır, daşqa işinə. Bu daşlanmışdır. Bakıdan idi. Elə qayıdıram növbəti gəzəsi yerlərə. Allah ərəb. I make you Habibi. Habibi, come to Dubai. Very nice. Benim qiymətini sala görürəm. Now you look. Deməli bir ərəb geyimi də aldım. 65 dirhəm. Hardasa 30 neçə manat? 31-32. Amma dəyir. Material da qəşəng. Dəyir. Əla. İndi isə gedirəm dostlar. Muzey of the Future. Görək oralar necədir. Ne bir tarih güzeldirse. Metrodan böyle bir çıkışı var müzeye. Böyle bir uçan şey var burada. Müze of the Future hayatı. Müzeye girmek için güzel bak 160 dirhemdir. Deməli 19. Kartla yok, birbaşa ödəniş etdiyim için buradan alıram bileti. Pulu verdim, gelip alıp gelir. Qiymət də burada ki, güzel 9 dirhem. How can we help you? You want to buy ticket? So we have three types of tickets we have available here. Which one do you want to buy? These two is free if you are disability. 41 I give you. 10, 20, 30, 41. Thanks. Take this. Böyle bir
qolbaq verdi. Labirintin içine fırlanıb getməliyəm liftə. Hi there, how many are we? 2? Oh, 1. Oh. Hello. I'm not feeling it, guys. Let me feel more energy. Hello, everyone. Welcome. So today our journey is starting. Vallahi sessizlik. Assalamu alaikum. Meetings of powers every exhibit holds. As you voyage to the future, I will be your guide. Proceed till the very end of the capsule, and as I'll give you, we're gonna have to say goodbye. Your full guided end will be with you. So bye, everyone. Say bye. 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 Thank you. سيداتي وسادتي ثانية أمل التحكم لتنفيذ عملية الالتهام النهائية. أسعدني جدا أن أقود رحلتكم اليوم. استمتعوا بها. Seaboats has hope just coming to you now. Isn't she beautiful? Space Station Hope. Many of the artifacts that you will find on board today are one of a kind, so we're asking you not to touch any of those and kindly turn off. هذا صحن رائع ومحطة الفضاء المدارية أمل، وهي أكبر شمسية تدور حول القمر على مسافة أكثر من 10,000 كيلومتر. Please come forward, and you are now standing at the heart of our Earth, heart of our solar system. It was a gift from the people from the United more about the reasons by using to learn more of these pioneers. Whichever you feel like is suitable for you, please press that line. It comes on the big screen. You can start scanning here. right here because there are other taller structures now. For the structure exactly as it was in. So that's
We're constantly running experiments to see how many. It is like helping. Kolon bura koysan oradan ağaç verir. Factors and condition. This time is what we call as the yield nursery. The species are waiting for their full growth and full maturation. And the timer are the indication of the species maturation period. From time to time you'll get information right to the right after reaching full maturity period, the species are being introduced on natural eco. It's a greenhouse which we have our specifically designed species for that certain environment. This is a part ritual, part training exercise where we'll be using our voices to connect with each other. You will be humming in the microphone in front of you from the microphone. Okay? Now take a deep breath, respirez profondément. Rapprochez-vous du microphone, come closer to the microphone. And we start in Alright, great job everyone. Now please stop humming. Keep your nose close to the microphone and smell the scent. It's called the tribulus flower. This flower is known for its healing and medicinal properties. It is also a symbol of unity and togetherness. Uzanmış kabilesine. Kabilden arası. Yüzü de bura. I'm here to provide a balanced perspective. Technology aims to support and improve. Müzeyin en güzel yerine gelmişim. Güzel mənzərə, sadəcə bura qəşəng istidir. Hiç olmasa var. Belə müzeylə ki səyahətin yekunlaşır burada. Deməli dostlar, yuxarıda bir dənə aparatdan şəkil çəkildi. Aşağı da gəlib dedi ki, şəklin qiyməti 150 dirhəm, haradasa 50, 60, 75 manat belə. Bir dənə şəkil 75 manat. Dubai'de ikinci günümün sonu metro ve gelirəm qaldığım otelə. Zeytin yağları var. 59 dirhem, 35 dirhem, 16 dirhem, bunlar 29 dirhem. Ayrıca üstümündə 75. Litre süt 14 dirhem 7 manat. Litresi hardasa 3 manat var. Bu arada maraqlısı oldu. Səhər çıxıb gecə gəldim evə. Bu ayaqqabıda ayaq tərtəmiz. Şəhər görür necə təmizdir. Deməli axşam yeməyi üçün belə bir salat, belə bir aş aldım. 2 litr su və 1-2 lazım olan şey. Tuttu 40.50 dirhem bizim pulla da
20 manat. Səhər saat 8-ə 12 dəqiqə işləyir. Görüm mağaza açıqdırmı? Görüm səhər yemək üçün bir şeylər atışdırım. Yoluma davam edeyim. Hava normaldır. İsti azdır demək olar. Belə vaxtda gərək çıxasan. Burada anasan, günorta qaydasın. Mağaza bağlıdır. 7:30-da açılacaq. Biraz buranım gəlib, buralarda vaxt keçirin. Burada bir Dubai şokolatı var, qiyməti 5 manat. Sonra bedası var, 44 dirham, 22 manat. 28 dirham, 14 manat. Nerede böyle? Telvanın qarışqa boydası 5 dirham, 2 manat 50 qəpik. Bunun qiyməti yoxdur. Var da yəqin olar yuxarı qiyməti. Belə bir şey yeməklər var. 3.50, 6 dirham, 3 manat bir ədədi. 8.51, 4 neçə isə. Deməli uzun yol gəldim metro ilə Şubahar Reality-yə. İndi minməliyəm tramvaya. Yol üstü rezidenslərin stendlərini görmək mümkündür. Çox gözəl hazırlanır. Burada yolları tapmaq çox rahatdır, gediş-gəliş çox rahatdır. Yəni, hər yerdə istiqamətlər yazılır və kimdən soruşsan da sənə yaxşı cavab verir, dəstək olur, kömək olur. Yəni, burada çox möhtəşəmdir insanların səndən olan davranışları. Heç kim yəni yola vermir və ya üzünü çevirib getmir, amma kömək olur, dəstək olur. Oğlum Cümeyra metro stansiyasından düşdüm. İndi gedirəm monoreylə minməyə. Əsas problemi sudur. Sudan yanır. Yerim su için marketten su alın. Buraya geldiyse mütləq bu başlıqla alın. Çünki burada elektrik yuvaları ancak bu formada olur. Bizim normal çəkdiyimiz adaptır. Bu belə adaptır. Bu elektrik yuvasına daxil olmuş. Belə bir yeraltıya gedir garaj hissəylə. Thank you. Thank you. Belə gedirik. Dubai Marinadır. İndi Palma adasına doğru gedirəm. Kelmalda düşdüm. İndi yeyirəm. Həmin o 50-ci mərtəbədə yerləşən hovuza. Buradan aşağı düşürük. Gedirik ora. Buradan da çıxdım. Gedəcəyim yer bu. Dəlicəsinə binanın başındayıq. Havuz. Bu xanım isə mənim əyləşəcəyim yeri göstərmək üçün aparır məni. Buradan düşürük paltarımızı dəyişməyə. Paltarımı dəyişdim, qoydum. Ora yerinə seyfə. Şimdi qalxırıq çimməyə. Buranın əli üzrə yeri. Thank you.
Böyle bir pizza sifariş elədim və 2 ədəd bir kakos bizlər nasıl bir soyuq içkidir. Bunların üçünə ümumi bizim pulla 110 manat pul verdim. Hovuzun mənzərəsi həqiqətən möhtəşəmdir. 360 dərəcə hovuzdur. Palma adası olan hissəsindən daha çox xoşuma gəldi. Bu hissədə daha çox vaxt geçirdim. Bu arada hovuzun 4 saatında 150 manat ödəniş elədim. Bu hovuz üçün isə getməmişdən öncə bunu eləmişdim. Aura Skype rəsmi saytından bunu edə bilərsiniz getməmişdən öncə. Burada isə selfie çubuğu köməyimə çatır. Həqiqətən çox gözəl şəkildə çəkməyimə yardımcı oldu. Həm ştativ kimidir, həm də selfie çubuğu kimi qəşəng şəkildə fotoğraf çəkə bilir. Burada isə həmin ştativlə Dubai Marina mənzərəsindən sizlər üçün çəkiliş edirəm. Deməli dostlar, saatim bitdi. İndi gedirəm növbəti səfərlərə. Aura Skype olan möhtəşəm bir vaxt keçirdim. Belə, sonunda belə bir çantada hədiyyə verdilər. Mağara şükür. İçeride telefonu ziyareti veriyorlar. Öyle. Thank you. Thank you. Burada Cümeyr Rahmal'dır. Gəzim dolaşım görüm nə var nə yox. Burada var smart saatlər 4800 dirhəm. Bunlar 2000. Dayı. Və Naqqil Station'dan qayıdıram. Gəldiyim yerə. Və Palma adasından çıxıram. Velosipeddə deyəsən illərdir tozun içində yatır burada. Deməli dostlar, belə bir aparat var. Belə bir yerdə 10 dirhəm salırsan. Deyəsən, həmin portalın evə suyu sıxıb verir. Start. Götür görə. Göre stekan düştü oraya. Meyveni oradan saldım. 1 2 3 Şöyle dalga. Tabii. Hal-hazırda gəldim mən Marinadan bura Sobah Reality-yə. Halim Cümeyrahdan gəldim beləsinə bura. Buradan da gedirəm indi DMCC. Buradan da gəmi ilə gəzəcəm buranı. Burası dəniz kənarı, qəşəng bir mənzərəli bir yerdir, sakit bir yerdir. Burada 4 proqramı ilə bu skuterləri sürdüm xeyli. İstirahətim oynan oldu. Təəssüflər olsun, şortikli olduğum üçün namaz qılmağa gedə bilmədim, məscidi görə bilmədim.
Burada da belə qəşəng maşınlar. Bunu deyim ki, istirahətimə dəniz kənarını əlavə etmişdim. Sadəcə çata bilməmişdim dəniz kənarlarına. Ancaq belə axşam görə bildim. Burada da dünyanın ən böyük kuklanan, nə deyirlər ona, dəniz kənarı. Fransız hava keyif verir. Əyilin başınız dəyəcək. Dubayda 4-cü, sonuncu günüm. Səhər oyandım və otağımı səliqəyə salıb check-out edəcəm və bugün safariyə gedəcəm və cümə namazına gedəcəm inşallah. Sabahınız xeyir, cümləniz mübarək dostlar. Bugün Dubayda sonuncu günümdür. Gedəcəm inşallah cümə namazına, oradan safariyə gedəcəm qismət olsa. Şükürlər bugünə ki, bir çox yerləri sağ-salamat gəzdim. Belə bir palma ağacı var. Quruyub deyə otaqları yerə yayılmasın deyə, yeri batırmasın deyə. Böyüklərini belə bağlayırlar. Şəhərin təmizliyi də möhtəşəm. Molun içərisində dincəlmək üçün belə gözəl məkanlar var. iPhone 16'nın qiyməti 3399 dirhəm. Yarısı qədər manatla hesablayır. 16 Pro isə 4229 dirhəm. Yarısı qədər hesablayır manatla. Değerli dostlar, bu skuter çok işime yarıyor benim burada. Daha tez çatmak için gedən yerlərə və gəlib çatdım məscidə. İnşallah cümə namazını qılacaq, belə bir yerdən ayrılıblar həyətdə. Burada isə həyətdə namaz qılanlar üçün gözəl bir yer hazırlayıblar. Soyuducu ventilyatorlar ilə. Burada isə ayaqlarım yanır istidən. Bu videoda isə növbə mədəniyyətini çəkib göstərir. İnsanlar ayaq yolu üçün növbəyə dururlar, heç kimin növbəsinə verir. Qolumda və üzümdə olan suyun damcıdan necə havanın isti olduğunu görə bilərsiniz. Bu isə məscidin içərisi buz kimi soyuq. Axır ki, içəridə bir sərinlik tapdım. Və burada namazdan sonra bugün burada sağ gəlib salamat getməyim üçün dualar elədim. Sözsüz ki, bütün var vaxt Allah'a məxsusdur. Bugün burada mənim gəlməyimə şükürlər olsun, Allah izin verdilər. Salamatçılıqla istədiyim yerlərə getdim. İnşallah ki də salamat qayıdaram. Şükürlər, sonsuz şükürlər. Burada bilmirəm nəyə yer olur bu. Allah razı olsun. Və tramvay bu mənə Türkiyəni xatırladır. Bu yerin mənzərəsi amma çox möhtəşəm və fərqlidir. Mənim dostlar, bugün qayıdıram deyə əlimdə olan dirhəmi də dollara çevirdim. Beni gözləyirəm safari sürücüsünün mesajını 15:45'e götürəcəm desən.
Abilə dinozavr oldu. Mən əvvəl getdiyim məscidin yanında safari şoförü gözləyir, sürücüsü gözləyir. Gedirəm onun yanına. Oturdum safari maşınına. Gelirik səhralı. Burada 50 dirhəmə 19 litr düşür, yəni 25 manata 19 litr vurub səhv eləmirəmsə. Su naziri dayandı və çox maraqlı bir içkilər var. Qəşəng də qiymətlər var. Görə də bundan götürürəm avokado. 7 dirhəm, yarısı hardasa. Ama yarısı da. Burada bunların da qəşəng dizaynı var. Orada bir yere bulamazsın. Gelmişim safariye. Burada Azerbaycanlılar var. Kara bak. Burada olan deve var. Kolsuzdu. Burada arkada. Buradakiler ise 20 dirhem verip yenisiz biraz yer gezip vereceğim. Devedir. Neye rastladıymışsın? Burada isə pulsuz olaraq 1-2 kuruq dəvə sürürəm. Konsert təşkil. Orada nə gəlir başımıza. Bu da bu safari turunun daxilində olan pulsuz sular. Çox böyükdür. Burada da səhnə həngamə olacaq axşam. Baba öldürüblər. Əziz bir şey gətirir zaten. Burada pulsuz yeməklərdir, turun. Belə nəyə gəldi? Qatıb götürdü. Deməli dostlar, şəklini çəkirlər dəvədəsən. Sonra burada oturana gəlib albomda çıxarıb göstərirlər. 20 dirhəmdir, neçəyə verir? 25 dirhəmdir belə. Dubaidə olan sonuncu gəzintim də bitdi. Buradan da ayrılıram, gedirəm hava limanına. İnşallah səhər uçuşum var rayona, Azərbaycana. Deməli, maşından düşdüm, safaridir. Şimdi gelirəm metroya. Metrodan da Abu Dhabi'ye, Abu Dhabi hava limanına. Bu qədər. Deməli, arkada bal satan qız var. Bal məhsulları. Yəmən balını verir, dadına baxdım. Qəşəng dadı var idi. Kilosu neçə idi də? 400 neçəsə dirhəm dedi. Bizim pulla da 200 neçəsə manat edir. Dedim, bizdə balın kilosu 20 manatdır. Gözləri təpəsini qalxdı ki, elə şey mi olar? Dedim, bizdə olur da, biz vətəni yıxmaq. Thank you. You are from? You are from? Iraq. I am from Azerbaijan. Nice to meet you.
Buradakı şəkillər isə Misiri xatırladır. Çox maraqlı, gözəl dizayn olunub. Burada da Dubai şokolası aldım. 50 dirhem idi, 30 dirhemə saldım. Pazarlıq eləmək lazım. Avtobus da geldi. Normal sumkalar bu yandan gelir. Benim sumkam bu yanda yoxlanışa düştü. Yoxlanışa bir şey var. Saat yemiş. Saata bakırdılar. Problem görünür deyirlər bir şey. Maraqlı. Böyle bir yerde de oturuyorlar içeride. Arkadaş Indiyalıdır. Böyle mehribanlar. Dubai'ye gelip de Dubai şokolatı yememek bence günah olardı. Bugün onun tadına bakacağım göre həqiqətən də o fövqəladə Dubai şokolatı yoksa sıradan bir şokolatı. Göre ne gösterir. Üzeri böyle yağ oxşur, yağ qabını. Diyeyim ki öyle övülməli dəhşət bir şey deyil, sadəcə elə ot bırakıblar, qiymət qoyublar, Dubai şokolatı diye. Biz elə aldanıb aldım deyirik. Aydırıq evə. Günlük Dubai macerası da burada yekunlaşır. Şükürler olsun. Gelip sağ salamat çatdım Qəbələyə. Buradan da inşallah Zaqatalaya öz vətənimə geleceğim. Min şükürlər, sonsuz şükürlər. Maraqlı bir səyahət oldu mənim üçün. Əla eləşir. Şükürlər olsun, sağ salamat gəlib çatdım evimə. Növbəti səfərlərdə görüşənədək.